Xalq artisti Nazbəri Dostəliyeva ailəsi ilə istirahətə yollanıb. Müğənninin fotolarını gəlini Ülkər sosial şəbəkədə paylaşıb. Şəkildə ifaçının oğlu Əkbər də yer alıb. Onlar birlikdə bölgələrdən birinə yollanıblar. Qeyd edək ki, Nazbəri Dostəliyevanın 2 oğlu var idi. Onun övladı Əli bir neçə il əvvəl dünyasını dəyişib. Bu hadisə başıma gələndən sonra bildim ki, incəsənət sahəsində mənim dostum yoxdur. Onsuz da barmaqla sayılacaq qədər var idi. İndi demək olar ki, o da yoxdur. Çox adamlar üçün danışmışam. Çox adamlara görə üzgöz olmuşam, amma bir adam çıxıb məni müdafiə etmədi, tərəfimdə dayanmadı. Düzdür, 1-2 nəfər danışdı, yazdı, amma onunla nə olacaqdı ki? Bunu moderator açıqlamasında müğənni meyxanaçı Samirə Yusif qızı deyib. O daha sonra əlavə edib. Mətanət Əsədovanı məhkəməyə vermişik, şəxsən qızım fərəh verib. Nəvəm stres yaşayır, utandığından məktəbə getmir. Məktəbə gedən kimi danışırlar ki, anam belə deyir, elə deyirlər. Mənim nəvəmi stresə salıb, qızım övlad böyüdür, anadır. Mətanət, sən mənim nəvəmə, qızıma travma yaşatmısan. Bunu sənə keçmirik. Qızım bölməyə müraciət edib. Necə lazımdırsa ölçü götürüləcək. Bizə heç təzminat da lazım deyil, istəmirik də, sadəcə çıxıb efirdə etiraf etməli və deməlidir ki, səhv etmişəm. Müğənni bildirib ki, bundan sonra efirlərə çıxmaq niyyətində deyil. Azərbaycanda ən varlı sənət adamı mənəm. O qədər varlıyam ki, məndən varlısı yoxdur. Mənim varım 2 qızımın başımı uca etməyidir. Bu mənə bəsdir. Adam var ərindən danışır, mən də övladlarımdan. Bu sözləri xalq artisti Fatma Mahmudova evdəkilərə salam verilişində deyib. Aktrisa mərhum həyat yoldaşı xalq artisti Tofiq Qarayevdən və övladlarından danışıb. Tofiq Qarayevi uşaq kimi saxlamışam. Deyirdim, mənim 3 uşağım var. Böyük oğlum Tofiqdir, sonra qızım İntizar və Nigardır. Heç bir qadının etmədiyini etmişəm. Elə bil Tofiqin qarşısında 3 köməkçi var idi.